Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Deməli 35 binə ev, 40 sot torpaqla içində evlə bir yerdə ev belə ümumi götürsək tam olarak yaşayışa uyğundur. 40 sot torpağı var belə deyək. Deməli evimiz, torpağımız harada yerləşir? Balakən şəhərinin Sarıbulaq kəndində. Bura el arasında, böyle kənd millətin arasında Ağ Kilsə olaraq adlandırılır. Ağ Kilsə tərəfdə. Deməli ümumi götürsək marşrutlara da yaxındır, məktəbə də yaxın hər yerdə. Gəl qardaş göstər zəhmət olmasa. Solunda belə bir kili var. Naves istifadə edə bilərsiniz. Başında da otaq var. Evin öndən görüntüsü budur qardaş, göstər. Evin içində göstərəcəyik Allahın izni ilə. Bax qardaş göstər, gəl. Deməli torpaq bir sotdan ibarətdir. Bütün sənədləri tam olaraq qaydasındadır. Notarius deyişli alışaqlı olacaq. Hətta alça ağacları, alma, armud və ən əsası da fındıq ağacları mövcuddur. Gəl qardaş göstərək təcrübədə. Heç montaj kəsinti olmayacaq. Olduğu kimi paylaşılır Allahın izni ilə. Bax qardaş, belə. Sağın burasıdır. Caspar deyilir, bax. Burasıdır. Sol tərəfdə, bax belədir qardaş. Düz aşağıya doğru gedir. Ay maşallah. Düz aşağıya doğru gedir. Deməli, bir dənə yer evin içində göstərək inşallah. Videomu tez badal olsun, uzun olmasın çalışıram. Qəşəng alça ağacı da var. Maşallah. Bura bax qardaş. Bərəkətdir, neymətdir. Gəl. Bu çıxdı. Girişdə belə bir dəmir qapısı. Gəl qardaş. Girişdə belə bir dəhliz var. Mən bir şey demək istəyirəm. Deyəcəm, ayaqqabıla niyə girirsən? Allah'a emanet ayaqqabılarımız tərtəmizdir. Evdə yaşayış da yoxdur. Allah'a emanet olsun. Heç kimin ağzına başka bir şey görməsin. Girişdə belə bir dəhliz. Göstər qardaşım. Ay maşallah. Gəl. Girişdə sağ tərəfdə mətbəxdir qardaş. Zəhmət olmasa bir tez bozar göstərək inşallah. Fırla mətbəxdir, ay sağ ol. Burada sanitar qovşağı və sanız elidir. Göstər qardaşım. Tez və sağa sola da fırla. Yuxarı patolog hər yerdən göstər qardaşım. Ay sağ ol. Gəl. Qəşəng. Deməli, ev belə göstər 3 otaqdır. Gəl qardaş. Burada bir dənə də otaq. Göstər, qaranlıqdır. Yoldan işıqları söndürüblər. Gəl. Burada qardaş, olaraq. Bir dənə otaqdır. Göstər qardaş, fırla. Ümumi göstər, yəni yaşayışa uyğundur qardaş. Gəl, digər otağa Allahın izniyle. O yana gəl. Gəl. Yenə demək istəyirəm ki, 50 dəfə qiymət demişəm. Kimsə məndən qiymət sorarsa, cavab verməyəcəm. 35 bindən deyilir, gəl. Burada bir dənə otaq qardaş. Göstər, yeri şam tapmazaq necə lazımdır. Belə göstər. Neçə ildir ki, evdə yaşayış yoxdur. İnşallah kim alsa, o da yaşayacaq. Gəl qardaşım. Deməli, bir daha demək istəyirəm ki, Balakən şəhərinin Sarıbulaq kəndində Ağ Kilsə adlanan ərazidə tam yolun kənarında tüpik deyil, 40 sot torpaqla evin qiyməti 35 min. Belə baxanda tək torpağın qiyməti də 25 mindir. Tək belə baxanda. Amma biz evlə bir yerdə bazar qiymətini aşağı veririk. Sərfli nömrəmiz qeyd olunub. 7-24 saat yazar, vızıvata, məktub göndərər, nəmlər siz edə bilərsiniz. Allah mazarın üçünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.